Vətəndaşlarımız bilməlidirlər ki, bəzən olur mənə də müraciət edirlər ki, mən heç bir yerdə işləmirəm. Mən necə aliment ödəyəcəm? Başa düşürsünüz Ramil müəllim, 250 manat pul deyə bu. Deyirəm, başa düşürəm. Amma sənin işləməməyin bu demək deyil ki, sən aliment ödəməkdən də məhrumsan. Şəxsin əmək fəaliyyəti ilə məşğul olmamağı onu aliment ötəyilərindən azad etmir. Eyni zamanda alimentin kəsilməməsi üçün gedib işdən çıxmağa da gərək yoxdur. Və eyni zamanda bildirmək istəyirəm ki, bəzən fərdi əməklə məşğul olan şəxslər də öz gəlirlərini gizlədirlər və vergidən maksimal dərəcədə yayınmaq məqsədi üçün daha aşağı dövriyyə göstərirlər və sanki bunun aylıq gəliri bu qədərdir və s. və ilaxır. Bunun da mümkündür yoxlanılması və bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etməklə faktiki olaraq həmin şəxsin gəlirliyini yoxlamaq mümkündür. Ümumiyyətlə bu məsələdə icra məmurlarının üzərinə daha çox öhdəlik düşür.